Salam dəyərli izləyicilər. Mən Pro İngilis dili kanalının beynəlxalq IELTS sertifikatlı ingilis dili müəllimiyəm. Bu gün sizlərlə DİM 2025 11-ci sinif test toplusunun Cases of Nouns bölməsinin qalan test suallarının izahına baxacağıq. Suallara başlamamışdan əvvəl dərslərimiz haqqında ətraflı məlumat almaq üçün 051 766 86 91 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. İndi isə suallara baxaq. 48-ci sual. Choose the correct sentences with the noun in the positive case. Yəli halda isim işlənmiş düzgün cümlələri seçin. Birinci cümləyə baxsaq, Bob's room was next to his parents. Göründüyü kimi burada Bob apostrof S qəbul etmiş və özündən sonra room ismi qəbul etmişdir. Deməli bu düzgün yəli hal formadır. Bir düzgündür. İkinci cümləyə baxsaq, George and Brian's eyes are black. Əgər bədən üzvünə aid olan isimdirsə, cümlə daxilindəki hər bir şəxsə ayrı-ayrıqda aid olmalıdır. Yəni, apostrof S yəli hal şəkilçisi hər bir ismə ayrı-ayrıqda artırılmalı idi. Lakin burada yalnız sonuncu şəxsə artırılmışdır. Deməli, iki düzgün deyil. Üçüncü cümləyə baxsaq, The boy's last words surprised his friends. Burada boy ismi özündən sonra apostrof S yəli hal şəkilçisi və last words isim birləşməsi qəbul edərək düzgün yəli hal formasına işlənmişdir. 3 düzgündür. Dördüncü cümləyə baxsaq, The two women's blouses were the same color. Burada woman ismi özündən sonra apostrof S yox, S apostrof qəbul etmişdir. Deməli, düzgün deyil. Sözün kökü dəyişərək cəmlənən isimlərin cəm halında onların yəli halı özündən sonra apostrof S plus isim qəbul etmək düzəlir. 1-3 düzgün cavab Y variantı. Növbəti suala baxaq. Choose the correct sentences with the noun in the positive case. Yəli halda isim işlənmiş düzgün cümlələri istəyir bizdən. Birinci cümləyə baxsaq. A sudden phone call broke a minute silence. Burada göründüyü kimi minute sayıla bilən isimdir və özündən əvvəl article qəbul etdiyinə görə təkdə işlənməli idi. Lakin cəm şəkilçisi qəbul etmişdir. Özündən sonra apostrof. Deməli, bir düzgün deyil. İkinci cümləyə baxsaq. Today is my friend's first day at university. Göründüyü kimi burada my friend's first day-də friend apostrof S yəli hal şəkilçisi və first day isim birləşmə qəbul edərək düzgün yəli hal formada işlənmişdir. 2 düzgündür. Üçüncü cümləyə baxsaq, Ted and Molly's wedding ceremony will be held by the sea. Göründüyü kimi burada wedding ceremony hər bir şəxsə aiddir. Yəni, hər iki şəxsə bir yerdə aiddir. Ona görə də apostrof S yəli hal şəkilçisi cümlə daxilindəki sonuncu şəxsə artırılmışdır. Deməli, 3 düzgündür. Dördüncü cümləyə baxsaq, The policeman asked for Mr. Smith's driving license. Burada Mr. Smith təkdə işlənməli idi. Çünki qarşısında Z artiklı yoxdur. Lakin bu S şəxsi qəbul etmişdir və cəm hala keçmişdir. Deməli, 4 düzgün deyil. 2-3 düzgün cavab Y variantı. Növbəti suala baxaq. Choose the correct genitive case. Genitive case bildiyimiz kimi positive case ilə eyni mənanı verir. Yəni, bizdən yəli hal istəyir burada. Birinci cümləyə baxsaq. He insisted on Jack's coming home. Burada Jack özündən sonra apostrof S və coming home evə gəlişi mənasında ismi birləşmə kimi işlənmişdir və bir düzgün yəli hal formadadır. Yəni, coming burada feil deyil. Gəliş isimləşmiş feil demək olar buna, ING-li. İkinci cümləyə baxsaq, They say Jane's going to Italy for her holiday. Burada isə göründüyü kimi Jane'dən sonra going feil kimi işlənmişdir və apostrof S burada is xəbərinin qısaldılmış versiyasıdır. Yəni, yəli hal deyil. İkinci cümləni çıxdıq. Üçüncü cümləyə baxsaq, Father was proud of his son's knowing some foreign language. Burada da birinci cümlədəki kimi his son apostrof S və özündən sonra knowing some foreign language. Bəzi xarici dillərini bilməyi ilə oğlunun. Yəni, burada knowing feil deyil, ismi birləşmədir. Ona görə 3 düzgün yəli hal formadadır. Dördüncü cümləyə baxsaq, Marin is playing the leading role in this performance. Marin apostrof S burada is xəbərinin qısaldılmış versiyasıdır. Əslində is playing olmalı idi. Deməli, 4 yəli hal forma deyil. Beşinciyə baxsaq, After a year's absence, Marilyn appeared on the stage. Göründüyü kimi year zaman bildirən söz özündən əvvəl article qəbul edərək təkdə işlənmişdir və özündən sonra apostrof S plus absence ismi qəbul edərək düzgün yəli hal formada işlənmişdir. Deməli, 1-3-5 düzgün cavab A variantı. Növbəti suala baxaq, 51. Choose the correct variant. Birinciyə baxsaq,
Children's book. Burada children cəm isimdir və özündən sonra apostrof s bir isim qəbul edərək yəli-yal formada işlənmişdir. Bir düzgündür. 2-yə baxsaq, ship həm cəmi, həm də təki eyni formada olan isimlərdəndir. Yəni o cəm halda s qəbul etmir. 2 səhvdir. 3-cüyə baxsaq, geese is noise. Burada da yenə geese sözün kökü dəyişməklə cəmlənən isimlərdəndir. Onun tək forması goose, cəm forması isə geese kimi olur. Deməli, onun yəli-yalı özündən sonra s apostrof deyil, apostrof s qəbul etməklə düzəlir. 4-cüyə baxsaq, sportsman's bus. Sportsman sözün kökü dəyişərək cəmlənən isimlərdəndir və cəm haldadır. Və bu ismin yəli-yalı apostrof s plus isim qəbul edərək işlənir. Necə ki, burada işlənmişdir. Deməli, düzgün yəli-yalı formadadır. 5-ciyə baxsaq, woman's room. Woman da sözün kökü dəyişərək cəmlənən isimlərdəndir və cəm haldadır. Bu tip isimlərin yəli-yalı özündən sonra s apostrof deyil, apostrof s qəbul etməklə düzəlir. Deməli, 1, 4, 5. 1, 4, daha doğrusu B variantı 5 səhvdir. Çünki özündən sonra apostrof s qəbul etməlidir. Növbəti suala baxaq. Choose the correct variant. Birinciyə baxsaq, children's computers. Burada children özü cəmdir. Ona görə də onun yəli-yalı özündən sonra apostrof s qəbul etməklə düzəlməli idi. Bir düzgün deyil. İkinciyə baxsaq, sportsman's practice. Sportsman da eyni qaydada cəm isimdir və onun da yəli-yalı özündən sonra s apostrof deyil, apostrof s qəbul etməklə düzəlməli idi. 2 də düzgün deyil. Üçüncüyə baxsaq, The Smith's Journey. Smith ingilis dilində soyaddır və onun qarşısına z artiklı gəlirsə, avtomatik olaraq cəmlənir və yəli-yalı apostrof s plus isim qəbul etməklə düzəlir. Deməli, üst düzgün haldadır. 4-cüyə baxsaq, a few days holiday. Göründüyü kimi a few quantifier'dır və bu quantifier təyin edici özündən sonra mütləq cəm isim tələb edir və burada da days cəmdədir. Özündən sonra apostrof isim qəbul edərək düzgün yəli-yalı formada işlənmişdir. 5-ciyə baxsaq, 2 years training. Years də özündən əvvəl 2 miqdar sayı qəbul edərək cəmlənmişdir və onun yəli-yalı özündən sonra apostrof isim qəbul edərək işlənmişdir. 4, 5. 3, 4, 5 düzgün cavab C variantı. Növbəti suala baxaq. 53. Choose the sentences with the correct form of the positive case of nouns. Deməli, bizdən də burada yəli-yalı olan isimləri istəyir. A variantına baxsaq, my niece got a new wooden toy. Göründüyü kimi burada apostrof s-dən sonra got gəlmişdir. Deməli, bu has köməkçi fe'linin qısaldılmış versiyasıdır. Yəni, yəli-yalı deyil. B variantına baxsaq, it is very difficult for me to leave the country. Burada göründüyü kimi apostrof s is xəbərinin qısaldılmış versiyasıdır, yəli-yalı deyil. C variantında the articles very interesting for my friends. Burada apostrof s yenə is xəbərinin qısaldılmış versiyasıdır. D variantında my sister's going to move abroad. Burada yenə apostrof s is xəbərinin qısaldılmış versiyasıdır. D variantını çıxdıq. Y variantında have you signed yesterday's documents? Yesterday özündən sonra apostrof s zaman bildirən isim qəbul etmiş və özündən sonra document isim gələrək düzgün yəli-yalı formada işlənmişdir. Deməli, düzgün cavab Y variantı. Növbəti suala baxaq. 54. Choose the sentence with the correct form of the positive case of nouns. Yenə bizdən yəli-yalı isim işlənmiş düzgün cümlələri istəyir. A variantına baxsaq, my brother's going to be a pilot. Deməli, burada brother apostrof s qəbul etmişdir və özündən sonra going gəlmişdir. Deməli, bu feildir. Yəli-yalı deyil, apostrof s burada is xəbərinin qısaldılmış versiyasıdır. Yəni, yəli-yalı deyil. A variantına çıxdıq. B variantına baxsaq, that's the most fascinating movie I've watched. Burada da eyni ilə apostrof s is xəbərinin qısaldılmış versiyasıdır. Cümlənin mənasında göründüyü kimi yəli-yalı deyil. C variantına baxsaq, she spent her whole day with her granny. Yəni də apostrof s burada özündən sonra spent past perfect işlənmiş feil qəbul etmişdir. Deməli, burada apostrof s has köməkçi feilin qısaldılmış versiyasıdır, yəli-yalı deyil. D variantına baxsaq, Selena's appearance attached my attention. Burada Selena apostrof s qəbul etmişdir və özündən sonra appearance ismi qəbul edərək düzgün yəli-yalı formada işlənmişdir. Selena'nın görünüşü D variantı düzgün cavabdır. Y variantında isə James lost her expensive gloves. Göründüyü kimi lost feili gəlmişdir. Hansı ki, present perfect zamanda işlənmişdir. Və apostrof s burada has köməkçi feilinin qısaldılmış versiyasıdır. Düzgün cavab D variantı.
Növbəti suala baxaq. Choose the correct sentence. Düzgün cümləni seçin. A variantına baxaq. These women's problems were solved by the government. Göründüyü kimi burada woman cəmdir, cəm haldadır və bu tip isimlərin yəli-yalı özündən sonra apostrof s qəbul etməklə düzəlir. S apostrof deyil. A variantı düzgün cümlə deyil. Çıxdıq. B variantına baxsaq. These women's problems were solved by the government. Göründüyü kimi woman ismi sözün kökü dəyişərək cəmlənən isimlərdir və cəm haldadır. Və bu tip isimlərin yəli-yalı özündən sonra burada işləndiyi kimi apostrof s və isim qəbul etməklə düzəlir. Deməli, B variantı düzgün cavabdır. C variantında these women's problems were solved by the government. Burada woman ismi cəmdə olsa da özündən əvvəl olan işarə əvəzliyi this təkdədir. Lakin bu da cəmdə işlənməli idi. Deməli, C variantı buna görə səhvdir. D variantında eyni ilə that woman yox, those women olmalı idi. Həm də woman'ın yəli-yalı özündən sonra s apostrof deyil, apostrof s qəbul etməklə düzəlməli idi. Y variantında isə those women yenə də apostrof s qəbul etməli idi, s apostrof deyil. Növbəti suala baxaq. Choose the correct sentence. Those children's paintings were demonstrated in the gallery. Burada göründüyü kimi children sözü kökünü dəyişərək cəmlənən isimlərdəndir və cəm haldadır. Və bu ismin yəli-yalı özündən sonra apostrof s qəbul etməklə düzəlməli idi. Deməli, A variantı düzgün deyil. B variantında these children's paintings were demonstrated in the gallery. Eyni ilə burada da children ismi özündən sonra apostrof s qəbul etməlidir. S apostrof deyil. B variantında these children's, burada this işarə əvəzliyi təkdədir, lakin özünün təyin etdiyi isim cəmdədir. Deməli, bu these olmalı idi, this deyil. D variantında that children's paintings were demonstrated in the gallery. Burada da eyni ilə that those kimi işlənməli idi, çünki aid olduğu isim cəmdədir. Plus həmin ismin yəli-yalı s apostrof deyil, apostrof ilə düzəlməli idi. D-də səhvdir. Y variantına baxaq. These children's paintings were demonstrated in the gallery. Burada isə this cəmdə, children cəmdə, yəli-yalı apostrof s plus isimlə işlənmişdir. Deməli, düzgün yəli-yalı formadadır. Düzgün cavab Y variantı. Növbəti suala baxaq. Choose the correct sentences with the noun in the positive case. Yəli halda işlənmiş isimləri seçin. Birinci cümləyə baxsaq. Mr. Smith is Jane's and Tom's mother. Mr. Smith, Jane və Tomun anasıdır, yəni hər ikisinə aiddir. Belə olan halda apostrof s yalnız sonuncu cümlə daxilindəki sonuncu şəxsə artırılmalı idi. Hər bir şəxsə ayrı-ayrı deyil. Birinci cümlə səhvdir. İkinciyə baxsaq, Clara was Kate and Samuel's granny. Birinci cümlədə qeyd etdiyimiz kimi hər iki şəxsə aid olduğu üçün burada da Clara hər iki şəxsin nənəsi olduğuna görə Samuel'in sonuna, yəni sonuncu şəxs artırılmalı idi və düzgündür. 2 düzgün. Üçüncüdə, Rose's reaction made me angry. Rose'un reaksiyası məni əsəbləşdirdi. Burada Rose apostrof s plus reaction ismi qəbul edərək düzgün yəli-yalı işlənmişdir. Dördüncüyə baxsaq. Mr. Jack's ideas drew our attention. Burada Mr. Jack apostrof s plus özündən sonra ideas ismi qəbul edərək düzgün yəli-yalı formada işlənmişdir. 4 düzgündür. Beşinciyə baxsaq. The students answering my question. Burada apostrof s yəli-yalı deyil. Is xəbərinin qısaldılmış versiyasıdır. Özündən sonra answering feili qəbul etmişdir. 5 səhvdir. 2, 3, 4. Düzgün cavab B variantı. Növbəti suala baxaq. Choose the correct sentences with the noun in the positive case. Yəli-yalıda isim işlənmiş düzgün cümlələri seçin. Birinci cümləyə baxsaq. The director's films were popular all over the world. Burada director özündən sonra apostrof s plus films ismi qəbul edərək düzgün yəli-yalı formada işlənmişdir. Bir düzgündür. İkinci cümləyə baxsaq. I've ordered some flowers from the florist. Burada mən bir neçə güllər, bəzi gülə sifariş verdim gül satandan. Bunlar florist, dentist, bu kimi isimlər. Özündən sonra apostrof s qəbul edərək və sonunda isim ixtisara düşərək yəli-yalıda işlənir. Deməli, 2 düzgündür. 1-2 düzgün. 3-ə baxsaq. She's won the award in the competition. Burada apostrof s-dən sonra won present perfect işlənmiş feil gəlmişdir. Deməli, apostrof s burada yəli-yalı deyil, has köməkçi feilinin qısaldılmış versiyasıdır. Üçüncü cümləni çıxdıq. Dördüncü cümləyə baxsaq. The captain's ordered to stop fighting. Eyni ilə burada da ordered present perfect işlənmişdir. Apostrof s burada yəli-yalı deyil, has köməkçi feilinin qısaldılmış versiyasıdır. Deməli, dördüncü cümlə düzgün deyil.
5-ci cümləyə baxsaq, the hostess answer surprised everyone. Burada hostess özündən sonra S apostrof deyil, apostrof S qəbul etməklə yəri halda işlənməli idi. Deməli, surprised everyone, hostess sonu S ilə, double S ilə bitdiyinə görə onun yəri yalı özündən sonra apostrof S qəbul etməklə düzəlir. Bu düzgündür. Düzgün cavab 1, 2, 5, Y variantı. Burada niyə görə düzgündür? Çünki hostess özündən sonra hostessin sonu double S ilə bitir. Ona görə onun yəri yalı özündən sonra apostrof S qəbul etməklə düzəlib. Növbəti suala baxaq. Choose the correct variant. Birinciyə baxsaq, 6 days journey, bu açıq sualdır. 6 miqdar sayıdır və özündən sonra gələn sayıla bilən D ismi cəmlənməlidir. Lakin burada tək haldadır. Bir səhvdir. İkinciyə baxsaq, the woman's clothes, burada woman cəm haldadır və onun yəri yalı özündən sonra apostrof S plus isim qəbul etməklə düzəlib. Deməli, 2 düzgündür. Üçüncü cümləyə baxsaq, 3 weeks holiday, 3 miqdar sayıdır və özündən sonra week ismi cəmdə işlənməli idi, lakin təkdədir. Sayıla bilən isim olmasına baxmayaraq qarşısındakı miqdar sayına görə təkdə işlənib, səhvdir. Dördüncüyə baxsaq, the Smith sons, burada Smith ingiliscə soyad bildirir və qarşısına Z artiklı gəldiyinə görə cəmlənmişdir və yəri yalı apostrof plus isim qəbul etməklə düzgün halda işlənmişdir. 2-4 düzgün cavab. Asıl sualımızın cavabı 2-4. Növbəti suala baxaq. Choose the correct variant. Birincidə a night sleep, bir gecəlik yuxu, yatmaq. Burada a night artiklla işlənmişdir, tək halda işlənmişdir. Apostrof S plus isim qəbul etmişdir, düzgün haldadır. İkincidə the children's game, children özü cəmdir. Cəmdə olduğuna görə apostrof S qəbul etməli idi, S apostrof deyil, 2 səhvdir. Üçüncüdə a few seconds pause, a few quantifier özündən sonra həmişə sayıla bilən cəm ismi tələb edir, lakin second sayıla bilən tək haldadır. 3 səhvdir. Dördüncüdə a week's shopping list, artiklı özündən sonra sayıla bilən tək isim tələb edir, week təkdədir və onun yəri yalı apostrof S plus isim qəbul etməklə düzəlmişdir. Deməli, 4 də düzgündür. 1, 4 düzgün cavab olacaq. Növbəti suala baxaq. Choose a sentence with a noun in the positive case. Birinciyə nəzər salsaq, this scientist's invention is known to everybody. Burada scientist özündən sonra apostrof plus isim qəbul edərək düzgün yəri yalı formada işlənmişdir. İkinci cümləyə baxsaq, these scientists' inventions are known to everybody. Buradan göründüyü kimi scientist qarşısında this cəmdə olan işarə vəzi gəldiyinə görə cəmlənməlidir, lakin tək halda işlənmişdir. Deməli, düzgün deyil. İkinci çıxdıq. Üçüncüyə baxsaq, these scientists' inventions are known to everybody. Burada isə this cəmdə, scientist cəmdə və özündən sonra apostrof plus isim qəbul edərək düzgün yəri yalı formada işlənmişdir. 4-də these scientists' inventions are known to everybody isə this təkdədir, scientist cəmdə, bu düzgün deyil. 1, 3 düzgün cavab olur. Növbəti suala baxaq. Choose the sentences with the noun in the positive case. Birinci cümlədə these artist paintings have been exhibited in the museum. Burada artist ismi özündən sonra apostrof S plus painting ismi qəbul edərək düzgün yəri yalı formada işlənmişdir. İkinci cümlədə that artist painting has been exhibited in the museum. Burada isə that işarə vəzi təkdə, artist cəmdə. Bu artıq düzgün deyil. İkinci cümləni çıxdıq. Üçüncüyə baxsaq, these artist works have been kept in the gallery. This işarə vəzi cəmdə, artist cəmdə, özündən sonra apostrof plus work ismi qəbul edərək düzgün yəri yalı formada işlənmişdir. 3 düzgündür. Those articles work has been kept in the gallery. Burada isə those cəmdə, artist isə təklədir. Deməli, 4 düzgün deyil, düzgün cavab olacaq. 1 və 3. Növbəti suala baxaq. Choose the sentences with a noun in the positive case. Bu da açıq sualdır. Birinci cümləyə baxsaq, this reporter's news has been taken from the foreign TV programs. Reporter təkdədir, özündən sonra apostrof S plus news ismi qəbul edərək düzgün yəri yalı formada işlənmişdir. This işarə vəzi də təkdə. These reporters' news has been taken from foreign TV programs. Burada news təkdədir, lakin cümlənin xəbəri də təkdədir, has been taken. Bu cümlə düzgün halda işlənmişdir. This işarə vəzliyi cəmdə, reporters cəmdə, apostrof S plus isim qəbul edərək düzgün yəri yalı formada işlənmişdir. 2-də düzgün. 3-ə baxsaq, that reporters səhvdir. Niyə? Çünki that işarə vəzliyi təkdədir. Reporters
isə cəmdədir. Ona görə düzgün deyil. 4-də those reporters səhvdir. Niyə those cəmdədir? Reporter təkdə. Ona görə düzgün deyil. Uzlaşma pozulmuşdur. 1-2 düzgün cavab olur. Növbəti suala baxaq. Choose the sentences with the noun in the positive case. Birinci cümləyə baxsaq, the smell of Peter's new perfume made me cough. Deməli, burada Peter's new perfume göründüyü kimi Peter apostrof s və özündən sonra isim birləşmə qəbul edərək düzgün yerli halda işlənmişdir. İkinci cümləyə baxsaq, we celebrated the new year at the Whites. White soyad bildirən isimdir, özündən əvvəzi article gəlibsə cəmlənməlidir, lakin təkdə işlənmişdir. 2 düzgün deyil. Üçüncüyə baxsaq, next year's election will require much money. Burada year özündən sonra apostrof s plus election ismi qəbul edərək düzgün yerli halda işlənmişdir. Dördüncüyə baxsaq, we've taken a 10 minutes break after such traffic. Burada 10 minutes olduğuna görə minute cəmdə işlənməlidir. Çünki özündən əvvəl gələn miqdar sayı bunu tələb edir. Lakin minute sayıla bilən tək isim kimi işlənmişdir. Burada 4 düzgün deyil. Beşinciyə baxsaq, the fires damaged all the party. Burada damage present perfect işlənmiş feildir. Apostrof da s burada has köməkçi feilinin qısaldılmış versiyasıdır. Yəni yəli hal deyildir. Düzgün cavab 1-3 olacaqdır. Növbət sual baxaq 65. Choose the sentences with the noun in the positive case. Birinci cümləyə baxsaq, shoemakers' duties are to make various pairs of shoes. Shoemakers' duties. Duties burada isim. Özündən əvvəl gələn cəm isimdə apostrof s qəbul edərək düzgün gəliyal formada işlənmişdir. İkinciyə baxsaq, children's books artıq bu avtomatik səhvdir. Niyə? Çünki children özü cəm isimdir. Özündən sonra yalnız apostrof s qəbul edərək yəli halda işlənir. S apostrof deyil. İkini çıxdıq. 2 səhvdir. Üçüncüyə baxsaq, the sportsman's interview lasted for an hour. Sportman cəmdədir. Özündən sonra apostrof s plus isim qəbul edərək düzgün yəliyal formada işlənmişdir. Dördüncüyə baxsaq, the Wilson sons is an excellent lawyer. Göründüyü kimi Wilson soyaddır. Z article qəbul edilib cəmlənmişdir və yəliyal özündən sonra apostrof plus isim qəbul edərək düzgün yəliyal işlənmişdir. Beşinciyə baxsaq, 2 days congress was held in Rome. Burada 2 days olduğuna görə, 2-ya görə miqdar sayına görə days sayıla bilən isim cəmlənməlidir, lakin təkdə işlənmişdir, deməli səhvdir. Düzgün cavab 1, 3, 4. Növbəti suala baxsaq, choose the sentences with the noun in the positive case. Birinci cümlədə postman's duties are to deliver letters. Postman burada cəm isimdir, ona görə onun yeri yalı özündən sonra apostrof s qəbul etməklə işlənməlidir, bir səhvdir. İkinciyə baxsaq, the children's game was interrupted by rain. Children da cəm isimdir, özündən sonra s apostrof deyil, apostrof s qəbul etməklə yeri yalı işlənməlidir, 2-də səhvdir. Üçüncüyə baxsaq, the statesman's declaration was followed with a storm of applause. Statesman sözün kökü dəyişərək cəmlənən isimlərdəndir və cəm haldadır. Və bunun da yeri yalı apostrof s plus isim qəbul edərək düzgün halda işlənmişdir, 3 düzgündür. Dördüncü cümləyə baxsaq, the Simpsons niece teaches economics. Burada Simpson soyaddır və özündən əvvəzi article qəbul edərək düzgün yeri halda cəmlənərək yeri halda işlənmişdir. Apostrof plus isim qəbul edərək düzgündür. Beşinciyə baxsaq, the 3 months journey came to an end. Burada months sayıla bilən isimdir. Ona görə özündən əvvəl gələn miqdar sayına görə cəmlənməlidir, lakin tək halda işlənmişdir. Deməli səhvdir. Düzgün cavab burada olacaq 3 və 4. 67 növbəti sual. Choose the correct sentence with the noun in the positive case. Birinci cümləyə baxsaq, 30 minutes walk a day is good for health. 30 miqdar sayına görə minute sayıla bilən ismi cəmlənməlidir, lakin təkdədir. Deməli düzgün deyil. Birinci cümləni çıxdıq. İkinci cümləyə baxsaq, today is my daughter's first day at school. Burada my daughter's first day düzgün yeri haldadır. Daughter ismi özündən sonra apostrof s plus first day isim birləşməsi qəbul edərək düzgün yeri halda işlənmişdir. Üçüncü cümləyə baxsaq, I couldn't find Mr. Jack's documents. Burada Mr. Jack özündən sonra s apostrof deyil, apostrof s qəbul etməlidir. Deməli, 3 düzgün deyil. Dördüncü cümləyə baxsaq, Mitchell and Kate's engagement was very interesting. Burada engagement, nişan bu şəxsin hər ikisinə aid olduğuna görə sonuncu şəxs artırılmışdır və düzgündür. 4 də düzgün cavab olacaq
2, 4. Burada düzgün cavab olacaq 2, 4. Aha, növbəti suala baxaq. 68. Choose the correct sentence with the noun in the positive case. Yarı isim işlənmiş cümləni seçin. Birinciyə baxsaq, a minute silence for soldiers made everyone cry. Burada a artiklı özündən sonra sayıla bilən tək isim tələb edir, minute. Və apostrof s plus isim qəbul edərək düzgün yarı işlənmişdir. İkinci cümləyə baxsaq, today is my son's first birthday. Burada my son's first birthday, son apostrof s plus ismi birləşmə qəbul edərək düzgün yarı işlənmişdir. 2 düzgündür. Üçüncü cümləyə baxsaq, Mr. James rules were followed by all. Burada Mr. James cəmləməli deyildi. Özündən sonra apostrof s qəbul etməli idi. Lakin s apostrof qəbul edərək düzgün halda işlənməmişdir. 3'ü çıxdıq. Dördüncüyə baxsaq, Jessica's and Jordan's wedding will be held next year. Burada wedding toy hər iki şəxsə aid olduğu üçün yalnız sonuncu şəxsə artırılmalıdır cümlə daxilində. Hər iki şəxsə deyil. 4 səhvdir. 1, 2 düzgün cavab olur. Növbəti suala baxaq. Choose the correct sentence with the noun in the positive case. Birinci cümləyə baxsaq, Peter's and Tom's mother is Polish. Burada mother ismi hər iki şəxsə aid olduğu üçün cümlə daxilində yalnız sonuncu şəxs artırılmalı idi, yarı şəkilçisi. Lakin hər ikisini artırılmışdır. Deməli, bir düzgün deyil. İkinciyə baxsaq, Molly's and Eric's eyes are green. Eyes burada bədən üzvü bildirən isimdir. Ona görə hər bir şəxsə ayrı-ayrı da aid olmalıdır. Və həqiqətən də hər bir ismə cümlə daxilində ayrı-ayrı da artırılmışdır. Deməli, düzgündür. Üçüncüyə baxsaq, sister-in-law's jacket was very expensive. Burada sister-in-law mürəkkəb ismi yarı özündən sonra apostrof s plus isim qəbul etməklə düzgün işlənmişdir. 3 düzgündür. Dördüncüyə baxsaq, the Brown's home is empty now. Burada Brown soyad özündən əvvəl z artiklı qəbul edərək cəmlənmişdir və yarı apostrof plus isim qəbul etməklə düzgün halda işlənmişdir. 4 düzgündür. Beşincidə isə finally Jack's won the prize. Burada Jack has won'dır. Yəni has cümləsi feilinin qısaldılmış versiyasıdır. Yarı deyil. 5 səhvdir. Düzgün cavab 2, 3, 4. Növbəti suala baxaq. Choose the correct sentence with the noun in the positive case. Yəli halda isim işlənmiş düzgün cümləni seçin. Birinciyə baxsaq, Jeremy and Thomas' father is British. Burada father ismi hər bir şəxsə aid olduğu üçün yalnız sonuncu şəxsə artırılmışdır. Yəli şəkilçisi. Deməli, bir düzgündür. İkinci cümləyə baxsaq, Jennifer's and Brad's legs are frozen. Leg bədən üzvü bildirən isim olduğu üçün hər bir şəxsə ayrı-ayrılıqda aid olmalıdır və yəli şəkilçisi hər bir şəxsə ayrı-ayrılıqda artırılmalıdır. Necə ki, burada işlənmişdir. Deməli, 2 düzgündür. Üçüncü cümləyə baxsaq, brother-in-law lost his documents. Lost present perfect işlənmişdir və buradakı apostrof s yəli deyil, has köməkçi feilinin qısaldılmış versiyasıdır. Deməli, 3 düzgün deyil. Dördüncüyə baxsaq, fortunately Jack's found a new job. Eyni ilə burada da found present perfect işlənmiş feildir və apostrof s has köməkçi feilinin qısaldılmış versiyasıdır. Dördüncüyə baxsaq, the Clinton's apartment is big. Apartment isimdir. Clinton isə özündən əvvəl z artiklı qəbul edərək cəmdə işlənmiş soyaddır və onun yarı apostrof plus isim qəbul etməklə düzgün halda işlənmişdir. Deməli, düzgün cavab 1, 2 və 5 olacaqdır. Növbəti suala baxaq. Choose the correct variant, düzgün variant seçin. Birinciyə baxsaq, children's bedroom. Burada children cəm isimdir və onun yəli özündən sonra apostrof s plus isim qəbul etməklə düzgün halda işlənmişdir. İkincidə girls dresses, girls cəm isimdir və onun yəli özündən sonra apostrof s deyil, apostrof qəbul etməklə düzəlməli idi. 2 səhvdir. Üçüncüdə student's timetable, student cəm isimdir, özündən sonra apostrof plus isim qəbul edərək düzgün yəli işlənmişdir. Dördüncüyə baxsaq, teacher's notebooks, teachers cəm isimdir, özündən sonra apostrof s yox, apostrof qəbul etməli idi. 4 səhvdir. Beşinciyə baxsaq, people's choices, people özündən sonra apostrof s plus isim qəbul edərək düzgün yəli işlənmişdir. 1, 3, 5 düzgün cavab. Növbəti suala baxaq. Choose the correct variant, düzgün variantı seçin. Birinciyə baxsaq, student's paper, student özündən sonra apostrof s plus isim qəbul edərək düzgün yəli işlənmişdir. Burada İkinciyə baxsaq, professor's lectures, professors cəmaldadır və özündən sonra apostrof plus isim qəbul edərək düzgün yəli işlənmişdir.
Üçüncüyə baxsaq, rooms, windows. Rooms cəm isimdir. Özündən sonra apostrof s deyil, apostrof qəbul edərək yəri yalda işlənməlidir. 3 səhvdir. Goose's legs, goose tək haldadır. Apostrof s legs qəbul edərək düzgün yəri yalda işlənmişdir. 5-də isə mice cəm haldadır və onun yəri yalı özündən sonra apostrof qəbul etməklə düzəlməli idi. Yəni, daha doğrusu mice özü cəm haldadır. Muz cəmlənməsi mice kimi olur, siçanlar. O özündən sonra yəri yalda ancaq apostrof s qəbul etməklə düzəlməli idi. Yəni, həm s həm də apostrof s qəbul etmişdir. Düzgün deyil. 1, 2, 4 düzgün cavab. Növbəti suala baxaq. Choose the sentences with the noun in the positive case. Their uncle's house is very large. Burada göründüyü kimi uncles, uncle apostrof s özündən sonra house ismi qəbul edərək düzgün yəri halda işlənmişdir. Deməli, bir düzgündür. İkinciyə baxsaq, Habil's a clever boy. Habildəki apostrof s is köməkçi feilinin qısaldılmış versiyasıdır. Biz bunu artiklından da görə bilərik. Çünki yəri yalan sonra birbaşa artiklı gələ bilməz. Üçüncüyə baxsaq, Kenan's father is a doctor. Burada isə Kenan özündən sonra apostrof s plus father ismi qəbul edərək düzgün yəri yalan formada işlənmişdir. Dördüncüyə baxsaq, he's got a lot of books. Burada he has got'dır bu. Got işləndiyinə görə has feilinin qısaldılmış versiyasıdır. Yəni yəri yal deyildir. Düzgün cavab 1 və 3. Növbəti suala baxaq. Choose the correct variant. Birinci cümləyə baxsaq, birinci birləşmədə tomorrow's event düzgündür. Zaman bildirən isim özündən sonra apostrof s plus event ismi qəbul edərək düzgün yəri yalda işlənmişdir. İkincidə 4 years university life. Burada düzgündür. Niyə? Çünki miqdar sayına görə sayıla bilən isim cəmlənmişdir və apostrof plus isim qəbul edərək düzgün yəri yalda işlənmişdir. Üçüncüdə Marks and Sons father. Burada father onların hər ikisinə aid olduğu üçün father təkdədir. Deməli, onların hər birinə aiddir. Hər birinə aiddirsə, yalnız sonuncu şəxsə artırılmalı idi apostrof s, lakin hər ikisinə artırılmışdır. Deməli, 3 düzgün deyil. Alan and Sam's fathers. Burada fathers cəmdədir. Cəmdədirsə, hər bir şəxsə ayrı-ayrıqda aiddir. Belə olan halda apostrof s hər birinə ayrı-ayrıqda artırılmalı idi. Deməli, 4 səhvdir. 1 və 2 düzgün cavab. Növbəti suala baxaq. Choose the sentences with the noun in the positive case. Yəri yalda isim işləmiş cümlələri seçin. Birinciyə baxsaq, Jane's answer didn't surprise her friends. Burada Jane özündən sonra apostrof plus answer ismi qəbul edərək düzgün yəri yalda işlənmişdir. İkincidə Jane's answered all the message. Burada Jane has answered'dır bu. Özündən sonra fail qəbul etmişdir. Deməli, yəri yal deyil. İkinci çıxdı. Üçüncüdə Mr. Clinton's visit was unexpected for the family. Buradan isə göründüyü kimi Clinton özündən sonra apostrof s plus visit ismi qəbul edərək düzgün yəri yalda işlənmişdir. 3 düzgündür. Dördüncüdə Mr. Clinton's visited her birthplace. Burada isə apostrof s has köməkçi feilinin qısaldılmış versiyasıdır. Çünki özündən sonra visited feili gəlmişdir. İsim deyil. 4'ü çıxdıq. 5-ci cümlədə they were surprised at the Mr. Clinton's visit. Mr. Clinton burada yenə də özündən sonra apostrof s və isim qəbul edərək düzgün yəri yal formada işlənmişdir. Düzgün cavab olacaq 1, 3 və 5. Növbəti suala baxaq. Choose the sentences with the noun in the positive case. Birinciyə baxsaq, Kelly's aim was certain to everybody. Kelly özündən sonra apostrof s plus isim qəbul edərək düzgün yəri yalda işlənmişdir. Bir düzgündür. İkinciyə baxsaq, Kelly's aimed at studying abroad. Burada Kelly'dən sonra aim keçmiş zamanda olan feil gəlmişdir. Deməli, apostrof s has köməkçi feilinin qısaldılmış versiyasıdır. Burada yəri yal deyil. İkinci çıxdıq. Üçüncüyə baxsaq, Mr. Collins' answer was unexpected. Burada Colin özündən sonra apostrof s plus isim qəbul edərək düzgün yəri yalda işlənmişdir. Üst düzgündür. Dördüncüyə baxsaq, Mr. Clinton's answered some questions isə burada answer keçmiş zamandakı feildir və apostrof s yəri yal deyil, has köməkçi feilinin qısaldılmış versiyasıdır. Beşinciyə baxsaq, they were proud of Sarah's performance. Performance isim, Sarah isim özündən sonra apostrof s qəbul edərək düzgün yəri yalda işlənmişdir. 1, 3, 5 düzgün cavab.
Növbəti suala baxaq 77. Choose the correct sentence with the noun in the positive case. Birinciyə baxsaq, two of my cousins live in the same street. Deməli, my cousins live in the same street. Bura cümlənin feili göründüyü kimi live feilidir və two of my cousins live. Deməli, burada apostrof s yəli hal deyil. Çünki özündən sonra live feili gəlmişdir. Birinci cümləni çıxdıq. There was a party at my cousins. Mənim əmin dayı xala uşaqları deməkdir bu cousin. Deməli, apostrof s qəbul edirik. Onlar gildə mənasını verir. Yəni, yerli halda işlənir. İki düzgündür. At my cousins, at my uncle, at my aunt. Bu tipli, yəni birləşmə şəklində yerli halda işlənir. Deməli, iki düzdür. Üçüncüyə baxsaq, this engineer's work is not hard. Is cümlənin xəbəridir. Work isim, engineer cəm halda isim və yerli yalı özündən sonra apostrof plus isim qəbul etməklə düzgün halda işlənmişdir. 3 düzgün. Dördüncüyə baxsaq, the engineers worked very hard recently. Work keçmiş zamandakı isim, daha doğrusu present perfectdə, indiki bitmiş zaman. Deməli, apostrof s burada yerli yalı deyil, has köməkçi feilin qısaldılmış versiyasıdır. 4-ü çıxdıq. 5-ciyə baxsaq, the rain spoiled our greens. Rain has spoiled. Burada apostrof s özündən sonra feil işləndiyi üçün has köməkçi feilinin qısaldılmış versiyasıdır, yerli yalı deyil. Düzgün cavab 2-3. Növbəti suala baxaq. Choose the correct sentences with the noun in the positive case. Birinci cümləyə baxsaq, the sportsman's flight was cancelled. Sportsman cəm halda işlənmiş, sözün kökü dəyişərək cəmlənən isimlərdəndir və cəm haldadır. Özündən sonra apostrof s plus flight ismi qəbul edirik, düzgün yerli halda işlənmişdir. 2. The whip fell out of the stable's hand. Göründüyü kimi stableman tək haldadır və bu belə bir ismin yerli yalı özündən sonra apostrof s qəbul etməli idi. S apostrof deyil, deməli 2 səhvdir. Üçüncüyə baxsaq, those geese's wings were injured. Burada geese onsuz da cəm isimdir, sözün kökü dəyişərək cəmlənən isimlərdəndir. Ona görə də onun yerli yalı özündən sonra apostrof s qəbul etməli idi. S apostrof deyil. 3-ü çıxdıq. 4-cüyə baxsaq, this tourist road was changed. Burada tourist təklədir. This tək işarə əvəzliyi özündən sonra apostrof s plus road ismi qəbul edərək düzgün yerli yalı işlənmişdir. 5-ciyə baxaq, Jill's and Paul's project is quite different. Burada onların proyekti fərqlidir. Yəni, bu proyekt ismi onların hər birinə aiddir. Çünki xəbər təkdə, proyekt təkdə. Hər birinə aiddirsə, cümlə daxilində yalnız sonuncu şəxsə əlavə olmalıdır. Lakin hər ikisinə ayrı dartılmışdır. Deməli, düzgün deyil. 1-4 düzgün cavab. Növbəti suala baxaq. Choose the correct sentences with the noun in the genitive case. Yerli yalı istəyir bizdən yenə. Birinci cümləyə baxsaq, Tom's bike was in front of the house. Tomun bike velosipedi, daha doğrusu motosikleti evin qabağında idi. Burada Tom apostrof s plus isim qəbul edir. Düzgün yerli halda işlənmişdir. Bir düzgündür. İkinci cümləyə baxsaq, Mr. Black's son and daughter studied abroad. Burada Mr. Black apostrof s plus son isim qəbul edir. Düzgün yerli halda işlənmişdir. Üçüncüyə baxsaq, both Mark and Fred's hands were hurt. Burada hand bədən üzvü bildirən isimdir və ona görə də cümlə daxilində hər bir şəxsə ayrı-ayrılıqda aid olaraq hər birinə ayrılıqda apostrof s artırılmalıdır. Lakin burada yalnız Fred sonuncu şəxs artırılmışdır. Deməli, üst düzgün deyil. Dördüncü cümləyə baxsaq, Nick advised me to avoid going to the doctor. Burada apostrof s has köməkçi feilinin qısaldılmış versiyasıdır. Çünki özündən sonra advised present perfect işlənmiş. Söz feil gəlmişdir. Deməli, düzgün cavab olacaq 1 və 2. Növbəti suala baxaq. Choose the correct sentences with the noun in the genitive case. Birinci cümləyə baxsaq, Ted's watch was on the table. Ted'in saatı stolun üzərində idi. Burada watch isim, Ted isim, özündən sonra apostrof s plus isim qəbul edərək düzgün yerli halda işlənmişdir. Bir düzgündür. İkinci cümləyə baxsaq, Mr. Reed's niece and nephew often visited her. Burada Reed apostrof s plus isim qəbul edərək düzgün yerli halda işlənmişdir. 2 düzgündür. 3-də post Tom and Ben's eyes were full of tears.
Yenə is bədən üzvü bildirən isimdir. Ona görə də hər bir şəxsə ayrı-ayrı apostrof s artırılmalı idi. 3 səhvdir. 4-də Nick answered all my questions. Burada Nick has answered'dır. Yəni answer feili gəldiyinə görə burada apostrof s yiyəlik hal deyil. Göründüyü kimi has köməkçi feilinin qısaldılmış versiyasıdır. Deməli düzgün cavab olacaq 1 və 2. Növbəti suala baxaq. Choose the correct sentence with the nouns in the positive case. Yiyəlik halda isim işlənmiş düzgün cümlələri seçin. Birinciyə baxsaq, Robert's passport was on the table. Göründüyü kimi Robert özündən sonra apostrof s plus passport ismi qəbul edərək düzgün yiyəlik halda işlənmişdir. Bir düzgündür. İkinci cümləyə baxsaq, Robert lost his passport. Burada lost feili gəldiyi üçün deməli apostrof s yiyəlik hal deyil, has köməkçi feilinin qısaldılmış versiyasıdır. Əslində Robert has lost his passport olmalı idi. Üçüncü cümləyə baxsaq, Robert's voice didn't disturb me. Robert isim apostrof s plus voice ismi qəbul edərək düzgün yiyəlik halda işlənmişdir. Dördüncü cümləyə baxsaq, Robert's reading loudly in his room. Burada Robert is readingdir, yəni is xəbərinin qısaldılmış versiyasıdır, yiyəlik hal deyil. 1-3 düzgün cavab olacaq. 82-ci suala baxaq. Choose the nouns in the positive case. Birinci cümlədə Ted's making noise annoyed everybody. Burada Ted'in səs-küy salmağı hər kəsi qəzəbləndirdi. Making noise burada feil kimi deyil də ismi birləşmə kimi işlənmişdir. Yəni apostrof s plus isim demək olar. Buna bir düzgündür. İkinciyə baxsaq, Ted's making noise and annoying everybody. Burada isə apostrof s göründüyü kimi is xəbərinin qısaldılmış versiyasıdır. Yiyəlik hal deyil. Əslində Ted is making noise and annoying everybody. Yuxarıdakı cümlədə isə annoyed artıq burada cümlənin xəbəridir. İkinci cümlədə isə cümlənin xəbəri göründüyü kimi yoxdur. Deməli, burada apostrof s is xəbəridir. Üçüncü cümləyə baxsaq, Ted's published articles were full of facts. Burada göründüyü kimi published present perfect işlənmiş feildir və apostrof s yiyəlik hal deyil, has köməkçi feilin qısaldılmış versiyasıdır. 3-ü çıxdıq. 4-ə baxsaq, Ted's published articles full of facts. Daha doğrusu 4-cü cümlədə published feildir, present perfect işlənmişdir, apostrof s has köməkçi feilin qısaldılmış versiyasıdır. Lakin 3-cü cümlədə düzgün yiyəlik haldır, çünki Ted's published articles, Ted'in nəşr olmuş məqalələri və cümlənin xəbəri full of facts, faktlarla dolu idi. 1-3 düzgün cavab olacaq. Növbəti suala baxaq. Choose the correct sentences with the noun in the positive case. Birinci cümləyə baxsaq, Gəncə is famous for being Nizami Gəncəvi's birthplace. Burada Nizami Gəncəvi özünə sonra apostrof s plus birthplace ismi qəbul edərək düzgün yiyəlik halda işlənmişdir. İkincidə who is that in reception? Göründüyü kimi burada cümlənin xəbəri yoxdur. Deməli, burada apostrof s yiyəlik hal deyil, is xəbərin qısaldılmış versiyasıdır. Yəni, xəbər burada işlənmişdir. 2-ni çıxdıq. Üçüncüyə baxsaq, my brother-in-law's names are Bill and John. Aha, burada brother-in-law düzgün yiyəlik halda işlənməmişdir. Çünki brother-in-law'un cəm forması brothers-in-law olmalı idi. Üçüncünü çıxdıq. Dördüncüyə baxsaq, the company's best designers were invited to the meeting. Şirkətin ən yaxşı dizaynerləri, company isimdir, özündən sonra apostrof s plus best designers birləşməni qəbul edərək isim birləşməsi düzgün yiyəlik halda işlənmişdir. 4 düzgündür. Kate's living in a year's time. Göründüyü kimi burada artikeldan sonra year sayıla bilən tək isim plus apostrof s və time ismi qəbul edərək düzgün yiyəlik halda işlənmişdir. Deməli, düzgün cavab olacaq 1, 4 və 5. Aha, növbəti suala baxaq. Choose the correct sentences with the noun in the positive case. Birinci cümləyə baxsaq, Qazax is famous for being Vurğun's birthplace. Yenə də Vurğun burada apostrof s plus isim birthplace qəbul edərək düzgün yiyəlik halda işlənmişdir. İkinci cümlədə it's forbidden to smoke here. Burada it is forbidden'dır. Yəni is burada özündən sonra feil gəldiyi üçün is xəbərinin qısaldılmış versiyasıdır. Yiyəlik hal deyil. Üçüncüyə baxsaq, the party's important decisions were discussed yesterday. Burada party özündən sonra apostrof s plus important decisions isim birləşməsi qəbul edərək düzgün yiyəlik halda işlənmişdir. Dördüncüdə Mr. Brown's coming in a day's time. Burada göründüyü kimi Mr. Brown is coming in a day's time'dır. Amma artikeldan sonra day tək halda isim və apostrof s plus time gələrək düzgün yiyəlik halda işlənmişdir. İkinci tərəf 4 düzgündür.
5-ə baxsaq, his sister-in-law's names are Sarah and Kate. Sister-in-law cəmlənərkən sister s qəbul etməlidir. Law deyil. 5 səhvdir. Düzgün cavab 1, 3 və 4. Növbəti suala baxaq. Choose the sentences with the noun with the correct form of the positive case of nouns. Aha. Birinci cümləyə baxsaq. The farmer decided to have a rest after a week's hard work. Göründüyü kimi a week. E-dən sonra gələn isim sayılabilən tək olmalı. Lakin weeks burada cəmlənib. Deməli, bir düzgün deyil. İkinci cümlədə parents' behavior has a powerful impact on a child. Parents cəmdədir. Apostrof s plus isim qəbul edərək düzgün yer yanlış işlənmişdir. 2 düzgündür. Üstə this country's population is suffering from poverty. This country's population, country isimdir. Apostrof s və isim population qəbul edərək düzgün yer yanlış işlənmişdir. 4-də after 3 months rehabilitation, he returned to his normal life. Burada months özündən əvvəl 3 miqdar sayı gəldiyinə görə cəmlənməli idi, lakin tək halda işlənmişdir. 4 düzgün deyil. 2, 3 düzgün cavab. Növbəti suala baxaq. Choose the correct variant. Birinci cümlədə woman's decision. Görünür ki, woman sözün kökü dəyişərək cəmlənən isimlərdəndir və cəmaldadır və onun yəliyalı apostrof s plus isim qəbul edərək düzgün halda işlənmişdir. Bir düzgündür. İkinciyə baxsaq, child's clothes. Child sözün kökü dəyişərək cəmlənən isimlərdəndir və child's ifadəsi səhvdir. Onun yeri yalı özündən sonra apostrof s qəbul etməklə düzəlməli idi, lakin burada s apostrof qəbul etmişdir. Üçüncüyə baxsaq, men's idea, men cəmaldadır. Bu tip cəm isimlərin yeri yalı özündən sonra apostrof s qəbul etməklə düzəlir. S apostrof deyil. 3-ü çıxdıq. 4-də deer's horn. Deer sözü həm təki və cəmi eyni formada işlənən isimlərdəndir və onların yeri yalı özündən sonra hər zaman apostrof s plus isim qəbul etməklə düzəlir. Lakin burada s apostrof qəbul etmişdir. 4 düzgün deyil. 5-ciyə baxsaq, policeman's dresses. Policeman sözün kökü dəyişərək cəmlənən isimlərdəndir və cəmaldadır. Və bu ismin yeri yalı özündən sonra apostrof s və isim qəbul edərək düzgün halda işlənmişdir. Düzgün cavab 1 və 5. Növbəti suala baxaq. Choose the correct variant. Birinciyə baxsaq, the woman's bags. Woman cəmaldadır. Yəliyalı apostrof s plus isim qəbul etməklə işlənmişdir. Düzdür. 2-də yesterday zaman bildirən tək halda olan isim özündən sonra apostrof s plus meeting ismi qəbul edərək düzgün halda işlənmişdir. 2 miles walking. Mile sayıla bilən isimdir. 2 miqdar sayı gələrək cəmlənmişdir və apostrof plus isim qəbul edərək düzgün yəliyalı işlənmişdir. Üstə düzgündür. 4-də the Brown's home səhvdir. Niyə? Çünki Brown soyad bildirən isimdir və soyad bildirən isimlər özündən əvvəl z article qəbul etdikdə cəmlənir, lakin burada tək halda işlənmişdir. 5-də the men's cottage, men cəmaldadır və onun yəliyalı özündən sonra s apostrof deyil, apostrof s qəbul etməklə düzəlir. Deməli 5 səhvdir. Düzgün cavab 1 və 1, 2 və 3. Növbəti sual baxaq. Choose the correct sentence with the noun in the positive case. Birinci cümlədə the woman's clothes were very old-fashioned. Woman cəm isimdir və onun yəliyalı apostrof s qəbul etməklə düzəlir. 1 səhvdir. İkincidə the children's paintings were demonstrated. Children cəm isimdir və onun yəliyalı özündən sonra apostrof s qəbul etməklə düzəlir. 2 səhvdir. Üçüncü cümlədə the policeman's investigation was completed yesterday. Policeman sözün kökü dəyişən isimlərdəndir və cəmaldadır və onun yəliyalı özündən sonra apostrof s plus isim qəbul etməklə düzəlir. Deməli 3 düzgündür. 4-də we will celebrate the birthday party at the Smiths. Smith soyaddır və özündən əvvəl z article qəbul edərək cəmlənmişdir və özündən sonra apostrof qəbul edərək düzgün yəliyalı işlənmişdir. Ondan sonraki söz isə düşmüşdür. Yəni home və yaxud house sözü ixtisarı düşmüşdür. Düzgün cavab 3 və 4. Növbəti suala baxaq. Choose the correct sentence with the noun in the positive case. Birinci cümlədə 2 years training helped that sportsman a lot. Burada to miqdar sayına görə özündən sonra gələn sayıla bilən isim cəmlənməli idi. Lakin year təkcə işlənmişdir. 1 səhvdir. İkincidə the sportsman's rehearsal will continue next 2 days. Burada sportsman cəmaldadır və onun yəliyalı özündən sonra s apostrof deyil, apostrof s qəbul etməklə düzəlməli idi. 2-də səhvdir. The sheep's milk was very useful for the child. Sheep apostrof s plus milk ismi qəbul edərək düzgün yəliyalı işlənmişdir.
4-də baxsaq, the geese noise was easily heard in the village. Geese cəm haldadır və özündən sonra apostrof s plus isim qəbul edərək düzgün yer yalda işlənmişdir. 3-4 düzgün cavab. 4-cü cümləyə baxsaq, choose the correct sentence with the noun in the positive case. Burada yer yalda olan isim olan cümlələri istəyir bizdən. Yenə birinci cümləyə baxsaq, I couldn't find that remedy in the chemist shop. Burada chemist kimyası özündən sonra apostrof s plus shop ismi qəbul edərək düzgün yer yalda işlənmişdir. İkinci cümlədə everything's going to be good. Burada going ing-li feil gəlmişdir. Deməli, apostrof s is xəbərinin qısaldılmış versiyasıdır. Yer-yal deyil. 2-ni çıxdıq. 3-də woman smile showed her kindness to man. Woman tək halda olan isim özündən sonra apostrof s plus isim qəbul edərək smile düzgün yer-yal formada işlənmişdir. 3 düzgündür. 4-cü cümlədə Anna's lesson will start tomorrow at 5. Anna'nın dərsi sabah 5-də başlayacaq. Lesson isim, Anna isim. Özündən sonra apostrof s plus tək halda isim qəbul edək. Düzgün yer-yalda işlənmişdir. 5-cidə the snows damaged the harvest. Burada damaged present perfect işlənmiş feildir, isim deyildir. Ona görə də apostrof s burada has köməkçi feilinin qısaldılmış versiyasıdır. Yəni yeri hal deyildir. Düzgün cavab olacaq 1, 3 və 4. Növbəti suala baxaq. Choose the correct sentence with the noun in the positive case. Yəli yalda isim işlənmiş düzgün cümləni seçin. Birinci cümləyə baxsaq, the butcher's shop was closed because of the weekend. Butcher isim özündən sonra apostrof s plus isim qəbul edərək düzgün yer yalda işlənmişdir. İkinci cümlədə it's interesting to know different customs. Burada is xəbərin qısaldılmış versiyasıdır. Burada apostrof s yer yal deyil. 2-ni çıxdıq. Üçüncü cümlədə the man's entrance to the room was prohibited. Man cəm halda olan isimdir. Özündən sonra apostrof s plus isim qəbul edərək düzgün yer yalda işlənmişdir. 3 düzgündür. 4-cü cümlədə Anne's problem has not been solved yet. Anne isimdir. Özündən sonra apostrof s plus problem ismi qəbul edərək düzgün yer yalda işlənmişdir. 5-ci cümlədə isə the global warmings affected the environment. Burada affected present perfect işlənmiş feildir və apostrof s yer yal deyil. Has köməkçi feilinin qısaldılmış versiyasıdır. Deməli, düzgün cavab olacaq 1, 3 və 4. Növbəti suala baxaq. Choose the correct sentence with the nouns in the positive case. Birinci cümlədə the Earth's significant source of energy for life comes from the sun. Earth ismi özündən sonra apostrof s plus significant source of energy ismi birləşməni qəbul edərək düzgün yer yalda işlənmişdir. İkincidə creativities had clear benefits for individuals and society over 20 years. Burada creativity özündən sonra apostrof s qəbul etsə belə has had clear benefitsdir. Yəni has köməkçi feilinin qısaldılmış versiyasıdır. Çünki özündən sonra isim yox, had gəlmişdir. 2-ni çıxdıq. Üçüncüdə the EU's dependency on energy imports has increased in the last few years. Göründüyü kimi EU's European United deməkdir bu. Yəni özündən sonra apostrof s qəbul etmişdir isim birləşmə və dependency ismi gəlmişdir. Ona görə də düzgün yer yal formada işlənmişdir. 3 düzgündür. 4-cüdə iron was one of the best tools for civilizations to protect them from the animals' attack. Göründüyü kimi burada animaldan sonra apostrof gəlməli idi. Düzgün yer yal olması üçün gəlməmişdir. Deməli, səhvdir. Düzgün cavab olacaq 1 və 3. Növbəti suala baxaq. Choose the correct sentence with the nouns in the positive case. Birinci cümlədə every human being's success depends on him. Burada every human being's success depends on him. Göründüyü kimi being özündən sonra apostrof s success ismi gəlmişdir və düzgün yer yal formada işlənmişdir. İkinci cümlədə the liver's an important organ in a human body. Burada göründüyü kimi özündən sonra apostrof s-dən sonra an article gəlmişdir. Deməli, yer yal deyil, is köməkçi xəbərinin qısaldılmış versiyasıdır. Is xəbərinin. Deməli, 2 səhvdir. 3-də this design's been under consideration for a long time. Göründüyü kimi burada designs'dan sonra been gəlmişdir. Present perfect işlənmiş. Deməli, burada apostrof s nədir? Has köməkçi feilinin qısaldılmış versiyasıdır. Yəni, yer yal deyil.
Üçüncü cümləni çıxdıq. Dördüncü cümləyə baxaq. We know nothing about the company's new chairman. Göründüyü kimi company tək halda olan isim, özündən sonra apostrof s və new chairman isim birləşməni qəbul edərək düzgün yəli yalda işlənmişdir. Düzgün cavab olacaq 1 və 4. Növbəti suala baxaq. Choose the correct sentence with the nouns in the positive case. Birinci cümlədə money is not always been made of paper in the world's history. Burada göründüyü kimi money'dən sonra not gəlmişdir. Deməli bu apostrof s nədir? Is köməkçi feilinin qısaldılmış versiyasıdır. Is xəbərinin qısaldılmış versiyası, yəni yəli-yal deyildir. Birinci cümləni çıxdıq. İkinci cümlədə with today's high technology people can easily get any information. Göründüyü kimi today zaman bildirən isim, özündən sonra apostrof s və high technology ismi birləşməni qəbul edərək düzgün yəli-yalda işlənmişdir. 2 düzgündür. Üçüncü cümləyə baxsaq. These child's toys were made out of the boxes and cans. Göründüyü kimi these cəm halda işlənmiş işarə əvəzliyidir. Child isə tək haldadır. Deməli 3 səhvdir. Dördüncü cümləyə baxaq. An earthquake is a movement of the earth's surface. Earth ismi özündən sonra apostrof s plus surface ismi qəbul edərək düzgün yəli-yalda işlənmişdir. Deməli 2-4 düzgün cavab olacaqdır. Axırıncı suala baxaq. Choose the correct variant. Düzgün variantı seçin. Birinci birləşmədə the twins mother, əkizlərin anası, twins cəmdədir. Özündən sonra apostrof plus isim qəbul edərək düzgün yəli-yalda işlənmişdir. Bir düzgündür. İkincidə Charles opinions. Charles, burada Charlie təkdə cəmdə işlənmişdir. Lakin cəmdə işlənməməli. Cəmdə işlənibsə özündən əvvəl z artiklı qəbul etməlidir. Çünki ingilis dilində soyadlar yalnız özündən əvvəldə z artiklı qəbul edərək cəmlənir. Deməli 2 səhvdir. Üçüncüdə isə the teacher's assignment. Teacher təkdədir, isimdir, özündən sonra apostrof s plus isim qəbul edərək düzgün yəli-yalda işlənmişdir. Dördüncüdə the dentist tools. Göründüyü kimi dentist cəm isimdir. Və cəm ismi yəli-yalı özündən sonra apostrof s deyil, apostrof qəbul etməklə yəli-yalda işlənir. Deməli 4 səhvdir. Düzgün cavab olacaq 1-3. Bugünlük bu qədər. Dərslərimiz haqqında ətraflı məlumat almaq üçün 051 766 86 91 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Hazırlığımız buraxılış, blok, MİQ, sertifikasiya və magistr istiqamətindədir. Videonu bəyənib kanala abunə olmağı unutmayın. Növbəti dərslərdə görüşənədək.